Herkese salam. Necəsiniz qızlar? Nə var, nə yox? Halınız, əhvalınız. Bazara gedirəm. Süd almışdım səhər. 15 litr. Onun 10 litrini mayaladım. Pendir hazırladım. 5 litrini də qatıq etmək istəyirəm. Amma qatıq etməkdən ötəri maya yoxdur. Smetanla etmirəm. Çünki bizimkilər xoşlamır o qatıq belə uzananda. İndi gedirəm bazardan bir balaca süzmə alacağım. Bir də görüm nə gözümə girsə, nə lazımdırsa da onu alacağım. Bugün sərinlikdir. Bulutludur, səhər qəşəng yağış yağdı, ürəyicə yağış yağdı. Çox yatırdı məni. Məni yağış həmişə yatırdır. Yəni xoşlayıram. Yağış yağanda o dəmirə dınq edəndə mən onu xoşlayıram. Burada maşinoya 150 təngi verəsəm onu da verib elə gedəcəm. Axşam üstüdür. Gün ortadan ötübdür. İndi gedib çataram da hal-hazırda belə bil ki bazarlar 6-dan 7-dən sonra bağlanır. Bu ne günüydü bu belə? Paltarlarımı qoruyum. Buraya koyaq. Nəhayət ki evin qapısını tapa bildim. Oy, eve geldik. Dursun sərində. Yerləşdirərik. Oy kızlar. Elə yoruldum, süründüm. Böyük yoldan eve gələnətən elə bil ki bir astanovkalıq yoldur, peşkom gəlirsən. Məni yeşik yordu. Çıxdıq. Tez bir stəkan çay çək. Bir stəkan çay çək. Ondan sonra işimizə gücümüzə baxarıq. Oh. Yandı mı bu? Yandı. Biraz piy aldım. Evdə yağsız ətlər var. Onu gözünə qatıb bişirməyə. Bir də yarım kilo da süzmə aldım. Bəlkə irəlidə bugün yox fikirləşmirəm. Bugün görüm nə edəcəm yemək olaraq. Bəlkə irəlidə yayma xəngəli etdim. Yayma xəngəlini biz ona yayma xəngəl deyirik. Azərbaycanda nə tər deyilir? Burada 5 barmaq deyilir. Kəsmə xəngəl deyilir, hə? Azərbaycanda kəsmə xəngəl deyilir, hə? Biz ona yayma xəngəl deyirik. Bizim bölgəmizdə, yəni bizim kəndimizdə, Gürcüstanda. Onun da ki biz nətər edirik? Ətsiz. Bol yağ soğan olur. Yağ soğanı vururuq. Süzməni, kəsmə xəngəli deyim də belə. Onun üstünə tökürük. Bol yağ soğanı da tərəyağında qovururuq. Onun üstünə tökürük. Belə bəhbəhlə yeyirik. Bizim ailədə yəni ətli xoşlanmırlar. Mən bir dəfə etmişəm. Elə o cürə alışıbdır deyə damaq zevqimizmi deyim. Belə də indi başa düşdünüz. Ona görə bizim ailədə elə o cür xoşlanmırlar. Belə bu cür. Mən bildiyim kimi xoşlayırlar yemək. Südü mayaladım. Elə lap kıvamında idi. Tez bazar mayaladım. Bir bu qazanda. Belə. Bir də bunun içinə tökdüm. Burada 5 litrə süddür. Əvvəllər düzü xanımlar o balaca qablarda mayalayırdım. İndi o qablarım yoxdur deyə belə qazanla qabda mayalayası oldum.
Pendirimiz də artıq suyunu buraxıbdı. Duzuna baxdım. Yəni suyunun dadına baxdım. Gördüm ki, biraz duzu azlıq edir. Mən də duz tökdüm yenə. İndi belə bugün səhərətən bu suyun içində saxlayacağam. Duzunu tam canına çəksin deyə. Ondan sonra belə dilim edib duzu azlıq edirsə yenə duz artıraram. Elə qoyaram xaladenikə. Belə, bu da hazırdır. Düzü biraz hazırlamaq çətindir, çətin olsa da. Amma bizim uşaqlar xoşlayır, belə bu cür hazırlayanda. Burada da o süddən çıxan suyu deyim də, biz buna şıradı deyirik öz dilimizdə. İndi bu şıradısını da qaynadıb şor hazırlayacağım. Bu şor məsələsini də deyim, biz buna şor deyirik xanımlar. Amma bəzi bölgələrdə deyəsən nor deyilir. Məsələn, Gürcüstanın bəzi bölgələrində nor deyilir, bəzi bölgələrində də şor deyilir. Biz o şor deyən bölgələrindənik. Elə bil ki, bizim kəndimizin ortasından yuxarısı şor deyir, ortadan aşağısı nor deyir. Ona görə fərqlidir. Yəni, mən öz bildiyim kimi deyirəm. Bunu da qaynadacağım, şor hazırlayacağım. Şoru da bir xeyli çıxır, baxın. Bu qabla bir şor olur. O da ki, bir neçə gün səhərlər uşaqlar yeyirlər. Ya nə bilim, fətrin içinə qoyuram, qızardıram. Qəşəng yeyirlər. Bunun yarısı Aytacındır, yarısı mənimdir. İndi 2-yə böləcəm. Burada 4 kilodur. Düzü nə yalan deyim, smarodin almaq fikri ilə də getməmişdim, amma qarşıma çıxdı. Gördüm, həm sezonu gedir, həm də ki, belədir də, nə pis, nə yaxşı, belə bu cürdür. İndi bu çöplərini təmizləyəcəm, çöplü hazırlamayacağım. Keçən il hazırlamışdım. Bacım çay içəndə deyir, ay bacı, bu nədir çöplü mürəbbə? Həmən o çöplü mürəbbənin smarodinisidir. Baxın, belə bu cürdür. Yaxşıdır, pis deyil. İndi yarısını bölüb Aytaca verəcəm. Yarısını da özüm mürəbbə hazırlayacağım. Bunu gətirənətən inanın, ölü bölümdən qayıtdım. Çox çətindir. Qolum çox yoruldu. Yoldan buraya gələnətən. Nəysə, qab da yaxşıdır, söhbət də yaxşıdır, iş hamısından yaxşıdır deməyək. İş hər gün var, hər dəfə var. Amma insan gərək özünə də vaxt ayırır xanımlar. Heyfim gəlir bunu atmağa, gətirim, bunu qaynadım. Şorunu götürüm. Çayımız da qaynadı. Sizi bu yaxından inşallah görüm, hava olacaq bilmirəm, amma bu yaxından buranın Zelyonlu bazarına aparacağım. Bugünkü gün mənə dərs olmadı da, belə deyim. Buranın Zelyonlu bazarına aparacağım. Nətər kapalı bir bazardır. Elə xoşuma gəlir xanımlar. Bazara gedib belə arxayın gəzmək, bütün hər şeyə baxmaq mı deyim, qiymətlərini soruşmaq, istədiyim şeyi almaq, bu da onun içində. Amma elə yüklü pul xərcləyən deyiləm mən. Pulu ancaq lazım gələsi yerdə xərcləyirəm. Mənim balaca qardaşım deyir ki, sən çox cimrisən. Bilirsən nətər, cimri nə demək? İndi siz başa düşdünüz, bilmirəm. Belə, busan deyir, bax bu. Bu elə yumruq kimi, belə əlinlə çox açıq deyil deyir, çox xərcləmişsən pul barəsində. O da ki, onu düz deyir. Gedirəm, baxıram. Mən əgər bir paltar alasıyamsa da, bir ya don deyim, köynək deyim, hər nə isə də, o bazarı quruq edəcəm, hər şeyin qiymətinə baxacam. Bunu gözəl gördüm, bunu sırazı almıram. Deyirəm, bəlkə bundan da gözəli var. Deyim, hərrənim. Arxayın bir gəzəcəm, dolaşacam, istədiyimi alacam. Yəni, hansının qiyməti münasibdir, bu birinci sıradadır. Və hansı gözəldir, onu seçib, onu alacam. Mən xoşlayıram elə olmağa. Mənim padruşkam Günay elədi. Biz o vaxtı deyim, elə bir ki, 12-13 ilmi bundan qabaq bir toya hazırlaşırdıq. 4 gün, hər gün bazara getmişik, quruq eləmişik, istədiyimizi ala bilməmişik. İndi məni izləyəndə bu hissəsinə güləcəkdir.
Axırda bazardaylar nə dedi bilirsinizmi? Biz deyir sizi görməkdən yorulduq, siz deyir bizi görməkdən yorulmadınızmı? Yəni o belə takıntımız var. Onun da mənim də bazarı arxayın kəsmək. İndi Zilyonlu bazar, buranın Zilyonlu bazarını burada olan izləyicilərim mütləq bilir. Gedib oradan gəzirlər, dolaşanlar var, görənlər var. Amma buradan izləməyən izləyicilərim üçün çəkəcəm. Sizlərlə paylaşacağım. Çayımızı içək. Ondan sonra işimizə, gücümüzə başlayaq. Bugün nə edəcəm bilirsiniz, mən yemək olaraq xəngəl, gürcü xəngəl edəcəm. Kakraz da yağ almışam, onu da keçirəcəm. Qəşəng gürcü xəngəl bişirəcəm. Görüm nə zaman. Çayımı içim hələ. Çayımı içim, ondan sonra işlərimizə başlayarıq. Xanımlar, mənim gözəl bacılarım. Bunları mən sizə tanıtmışdım elə bilkinə. Ən son nə zaman paylaşmışam video. Bir 15-20 gün mü var? Bir aya yaxındır da belə deyim. Bunları aldım. Mən demişdim, dəqiqliyi sizlərə deyəcəm. Nə təridir, nə təri döydü. 0. Mənim saçıma 0. Bunun qoxusu çox qəşəngdir. Hal-hazırda gənə vurmuşam. Niyə vururam bilirsinizmi? Pul vermişəm deyə vururam. Saçım çox töküldü. Elə belə tökülmür, beləcə daradıqca axıb gedir. Dəhşət dərəcədə saç tökdü məndə. İndi bilmirəm, mənim saçım yağlı saç tipindəndir. Ona görə mi düşmədi? Bunu vuranda daha çox tökülür. Buraya da yazılır kondisioner parfümündə. Duxulu yəni kondisionerdə. Saçımız çox qəşəng qoxusu olur vuranda. Elə belə qoxu olmur ha. Parfümlərin qoxusu nol qalır onun yanında. Çox qəşəngdir qoxusu. Amma mənim saç tipimə heç cürə getmədi. Tökülür. Biraz qalıb belədir. Biraz bundan qalıb, biraz da bundan qalıb. Hayfım gəlir atmağa. İndi nə istəyirəm bilirsinizmi? Çox xanımlar da demişdi. Mənə bir parikmaxırda işləyən qız var. O deyir ki, nə? Mən deyir, elə o cür edirəm, Nərgiz, sən də et dedi. Belə bir şampun işlətsən də dedi, xeyri dəyir deyir. Mixəklə deyir, defnə yarpağını qaynat, ondan sonra onu təmiz saçının dibinə həftədə 3 dəfə, 4 dəfə belə püskürdüylə, yüyəndə də elə durlayla onunla qəşəng olur, deyir, saçın dibini bərkidir. Allah hər kəsə rahatlıqla qolmaq nəsib etsin. Bayaqlarım gördüm. Bir saat biz aeroporta yaxınıq deyə, indi bığdan tutub saqqaldan danışıram. Biz aeroporta yaxınıq deyə samolyot həmişə belə aşağıya sarı gəlir qonmağa. Bir də gördüm, elə bir güclü səs verdi, aşağıya düşdü. Birdən riski qalıqdı. Elə qorxdum dedim, ay Allah dedim. Xatasız, balasız, qəzasız gedib qonsunlar. Elbə ki, qona bilmədim deyəm, təkrar olaraq qalıqdı. Təzdən amma getdi qonmağa. Nəysə, hə, dedi, saçını dedi, qəşək bununla yuyudurla, saçın dibini bərkidir, vitaminləşdirir, gücləndirir. İndi elə etməmişəm sözün düzünü desəm, amma istəyirəm indən sonra edəm. Sizin bildiyiniz bir maska video var mı? Deyin görüm, saçımı nə ilə yuyum? Mənim bu 3 dənə telimi nə ilə yuyum, ay qızlar? Seyrəli, buna baxsan, buradan elə güzel saçlarım bitirdi. Yenə də bitirir, bir yanına tökülsə də xırda saçlarım gəlir. Amma seyrəlibdir da, seyrək saçda. Saçlarıma ağdən düşüb, saçlarıma dən düşüb, hələ boya vurmuram, deyirəm biraz uzansın, qoy belə. Dən düşən saçlarımın keyfini də çıxardım. Niyə vurmuram bilsəm, saçım biraz uzansın. Burada şokolad rənginə çörülür, nə? Saçımın rəngi. Deyirəm, saçım şokolad rəngi olsun da. Mən göstərmişdim sizlərə o rəngi. Saçlarıma dən düşüb. Mənim saçımın boyasız qoysam çox ağdır. Belə siribris rəngdir. Buna bax, görünür nə? Net şəkildə görünür. Bizim elə bir ki kökümüz tez ağaran köktür.
qardaşlarımın, bacımın, atamın 30 yaşından ağarı belə atamın ayağıyla da gedirik biz. Amma mamamın saçı elə bir ki 50 yaşından sonra ağarmağa başladı. Qaynanamın 65 yaşı var. Allah bütün analarımıza canına sağlıq versin, başımızın üstündən əksik olmasın. Saçında bir dənə tel ağ yoxdur. Həqiqətən deyirəm, qəşəng, sığallı bir saç var, ağarmayıbdı. Yəni ağarsa da bəlkə də tək tük görünür, amma saçı ağarmayıbdı. Nəysə bacılar, işimizə, gücümüzə başlayaq deyirəm, amma çənəm düşür. İndi həqiqətən də başlayaq. Mənim qızım, toqqalı qızım, məni gözləyirdi yolda. Ha Melis? Ha, səsinə baxın. Ha. Smarodini böldüm. 2 kiloya böldüm. 2 kilosunu Aytaca, 2 kilosunu özümə apardım, verdim. Bu xanım qız da məni yolda gözlədi. Mağazinin qarşısında. Orada da təzə qonaqları deyim də, belə bir də gördüm. Sığal tumar çəkirlər buna. Mən Melis deyəndə yanıma gəldi. Deyir, sizindirmi? Dedim, hə, bizimdir. Hə, bu məni gözlədi xanımlar. Bir balaca da belə göy göyərti aldım. İndi gedib xəngəl edəcəm. Bizim uşaqlar, bizim bəy xəngəl istəyir. Düzü gecdir. Artıq axşam da olsa amma edəcəm. Az verəcəm, ekonomiya ilə verəcəm. Artıq variant yoxdur. Melis, Melis. Buna baxsanıza, bir də xırda-xırda meyvələr bu ağacdan tökülür. Burayla bir olur. Gəl görüm. Oynayır da öz-özünə. Əlindən telefon alandan sonra gör nə gözəl iş görürüm. Gəldim. Belə acıq hazırladım. Svejacıq, yəni təzədən belə deyim. Pomidordur, sarımsaqdır, ajustotdur, bir də ukrop duz. Dadı qəşəkdir. Yay acığı deyək də biz ona. Burada jırın hamısını ətə qatmadım, çünki çox idi. 2-yə böldüm, yarısını qatdım, yarısı qaldı. Bir qara bibərdir, biraz paprika vuracağım. Acı bibər vuran deyiləm ətin içinə. Çünki acıqı keçirən vaxt acı bibərin yarısı ilə bir kilo bunun içinə getdi. Yarısı da ki acıqaya getdi. Ona görə acılıdır. Biraz belə paprika qataq. Bir də xmeli suneli qatacağım. Gürcü xəngəlinə xmeli suneli qatılır. Əslində dada gəlməsi üçün. Bir də bol-bol kinza. Şüyüt vuranlar da var, amma mən şüyüt vurmuram xanımlar. Bol kinza, yəni kişniş, belə deyim, kişniş mi? Keşniş mi? Nəysə onu deyə bilmirəm. Biz tərəfdə hoç deyənlər var. Ona kinza deyənlər var. Belə. Qəşəng dadır. Xmeli suneli də budur xanımlar. Keçən dəfə videolarımda da göstərmişdim. Bir-iki xanım soruşmuşdu ki, nə tər olan şeydir. Çox vurmuram. Bir balaca vururam. Görün, ədviyyatlar. Hər cür ədviyyat var. İndi bugün belə bişirəcəm. Al-ayalı. Apar oraya qoy. Mən bunu qarışdırım. Mən bunu əlimlə qarışdıracağım. Qaşıqla mənə görə dadlı olmur. Ali, bunu da götür balam. Ali də boş durmur bu arada xalaları. Bibiləri. O smarodini vermişəm, bir-bir çöpünü təmizləyir. Köməkli edirlər mamasına. Amma o balaca cıvırtdaq yoruldu, biraz edib yuxarı çıxdı. Dedim, get yuxarı, oyuncaqlarını paretkə sal. Nəysə, mən bunu hazırlayayım. Xəngəlimizi bişirək. Bismillahirrahmanirrahim.
Ne oldu? Değişmem. Gözüme adını sıkıyor. Ne değdi? Bilmiyorum. Kısa tutmuş bilmiyorum. Hələ indən sonra bunu da qaynadasıyam, şor edəsiyam. Dedim birinci xəngəl edim. Aradan çıxsın bu. Uşaqlara verim yesin. Bundan sonra şor edəcəm. Xamır yumşaqdır biraz. Belə əllə yayanda yumşaq alınır. Bərk yoğurub maşınqadan keçirəndə qəşəng alınır xəngəllər. Həm vid olaraq gözəl görünür, həm də ki əsl Gürcü xəngəli olur, belə bərk olur. Əllə yayanda belə olur. Yenə də elə pis görünmür, qəşəngdir. Gözəldir, qəşəngdir. Kaşkasını örtün biraz. Dursun, qaynasın. Buna baxın, buraya nəsə düşüb. Bir balaca qaraltı var. Bu neden? O pendirin suyudur. Biraz ətdən qaldı, yarısını böldüm. Marinovkalıdır yani bu. Bunun hamısına su vurmadım. Elə bu hazırladıklarıma vurdum su. Hamısına vuranda belə sulu olur. Bunu da indi nə bilim, arada bişirərik bir-iki günə. Bişirib yeyərik. Xəngəlimiz hazır oldu. Bunu indi biz uşaqlarla nüş edəcəyik. Qismətə də hazırlamışam. Hələ gəlməyib, gələnə yaxın tökəcəm. Biz yeyək, nüş edək, siz də göz haqqınızı halal edin xanımlar. Gecə saat 1-in yarısıdır. Artıq yatmaq lazımdır. Şoru da hazırladım. Smarodin də təmizləndi. Uşaqlar çıxıbdı yuxarı. İndi mən də gedirəm. Bugünlük işim bu qədər xanımlar. İş hər dəfə var. İnsan gərək özünə də vaxt ayıra. Sabah görüşərik inşallah. Yeni bir videomuzda, yeni bir vlogumuzda. Bu arada bu ağaçda görün nə qəşəng görünür. Çox gözəl görüntüsü var. Öpürəm hər birinizi.